Abşeron rayon İcra Hakimiyyəti 1 nömrəli məktəb Masazır dairəsi tam olaraq mərkəz dediyimiz bir ərazidə, hətta 11 nömrəli məktəbdə görsənir burada. Tam olaraq mərkəz dediyimiz ərazidə 3 otağa düzəlmə 94 kvadrat metrdən ibarət mənzil təqdim edirəm sizlərə, dəyərli izləyicilər. Təqdimata başlayırıq mənzilimizin əsas giriş qapısından. Mənzilin giriş qapısı bu hissədə yerləşir. Giriş qapıdan daxil olduq. Solda hamam, sanuzellər ayrı-ayrılıqda. Kupçalı mənzildir, kupça əldədir. Alqı-satqıya tam olaraq hazır şəkildə. Burada yerləşir hamam otağı. Bu hissədə yerləşir sanuzel qovşağı. Bütün aksesuarlarla təchiz olunub. Bina tam yaşayışlıdır. Geniş həyət hissəsi, yeraltı avtodayanacağı. Sənəd kupça, kupça əldə dövlət ipotekasına tam yararlı. 94 kvadrat metrdən ibarətdir. 3 otağa düzəlmədir. Bu hissədə bir otağımız yerləşir. Bu otaqdan eyvana çıxış var. Bir daha qeyd edirəm, mərkəzdə yerləşir. Abşeron rayon İcra Hakimiyyətinin tam olaraq qarşısında. Masazır dairəsi yaxınlığı, 11 nömrəli məktəbin yaxınlığı, 1 nömrəli məktəbin yaxınlığı, yəni tam olaraq mərkəz dediyimiz ərazi. Bina 13 mərtəbədən ibarətdir, mənzil yerləşir 8-ci mərtəbədə. Sürətli lifti var, geniş həyət hissəsi var. Mənzilin istilik sistemi kombi sistemidir. Kombisi, radiatorları hər biri quraşdırılıb. Bu hissədə daha bir otağımızdır. Və sonda sizlərə təqdim edirəm mənzilin bir daha qonaq otağını və qonaq otağından da keçirik dəyərli izləyicilərim. Mətbəx hissəsinə. Kombi radiatorlar, mətbəx mebeli, kondisioner, digər əşyalar hər biri qoyulub və gördüyümüz bütün əşyalar qiymətə daxildir. Və mənzilimizin daha bir eyvanı var bu hissədə dəyərli izləyicilər. Bu eyvanda da quraşdırılıb kombimiz. Belə bir kiçik də olsa eyvan hissəsi var burada. 95 kvadrat metrdən ibarət qanuni 2 otaqdan 3 otağa düzəlmə. Kupçalı, kupça əldə dövlət ipotekasına yararlı. Ətraflı məlumat almaq üçün buyurub bizimlə əlaqə saxlaya bilərsiniz. Satışda olan əmlaklarınız barədə bizə məlumat verə bilərsiniz. Əmlakınızın qısa zaman satılmasında köməklik göstərə bilərik. Bu günə bu qədər. Növbəti çəkilişdə görüşənə dək.